Studiyamızda qonaq var Röyana Quluzadə, Kəpəz Hospital Nevrologiya şöbəsinin rəhbəri. Xoş gördük Röyana xanım. Bugün biz bu yaşlılarda xüsusilə deyilir, beyin quruması, deyir, beynim qurudu, bəzən belə ifadə də var. Nədir bu Röyana xanım? Doğrudan mı ancaq yaşlı insanlarda olur və simptomları? Bəli, beyin quruması insanlar arasında yayılan bir termindir, amma əslində tibbi adı demensiyadır. Demensiya nədir? Yəni insanın illər ərzində qazandığı kognitiv funksiyaların tədricən itirilməsi deməkdir. Yəni, o bacarıqlar ki, insan əldə eləmişdir, bunlar tədricən müəyyən xəstəliklər fonunda itir. Demensiya, beyin quruması, demensiya özü fərqli səbəblərdən ola bilir. Əlbəttə ki, 60-70% beyin qurumasının səbəbi Alzheimer xəstəliyidir və demensiyanın əsas səbəblərindən biridir Alzheimer və qadınlarda daha çox rast gəlinir. Amma digər səbəblər də ola bilir, demensiyanın digər səbəbləri. Bura aiddir, məsələn, metabolik xəstəliklər ola bilər, neyrodegenerativ xəstəliklər ola bilər, infeksiyon xəstəlikdən sonra demensiya inkişaf eləyə bilər. Xüsusilə Azərbaycanda insutlardan sonra biz demensiyaları çox görürük. Bəzən olur, böyük bir insut keçirtməyə ehtiyacı olmur. İnsan hətta çox xırda mikroinsutlar keçirdir. Yəni, tədricən kiçik damarlarında tıxanmalar baş verir və bu kiçik damar tıxanmaları tədricən beynin müəyyən hissələrinin funksiyasını tamamilə itirir və itirilmiş funksiya və işləməyən hüceyrələr tədricən, belə deyək, sorulmağa başlayır. Yəni, onlar fəaliyyətsiz hesab olub sorulmağa başlayır və tədricən insanın bacarıqları itir. Nədə görürük bu bacarıqları? Birincisi, aqnaziyalar başlayır. Yəni, sadəcə unutqanlıqlar. Məsələn, adları unudur, məkanları unudur, öz doğum tarixlərini və yaxud da ki, yaxınlarının, uşaqlarının doğum tarixini unutmağa başlayır. Bundan sonra apraksiya başlaya bilər. Hərəkətləri unudur. Məsələn, gündəlik elədiyi işləri artıq eləyə bilmir. Məsələn, xanımdırsa, yemək pişirirsə, artıq, nə bilim, duz tökmür başlayır və yaxud da yeməyin hansısa bir ingrediyentini qatmır. Bunlar yadından çıxmağa başlayır. Zamanla qısa yaddaş itməyə başlayır. Məsələn, bir sualı verir, bir müddətdən sonra yenə sualı verir. Təkrar eyni sual verir və məhz bu mərhələdə evdəkilər hiss etməyə başlayırlar ki, bu insan artıq yaddaşını itirməyə başlayır. Çünki bir neçə dəqiqə əvvəl soruşduğu şeyləri bir neçə dəfə təkrarlayır və sübut eləmək olmur ki, axı sən bunu soruşmuşdun, onun üçün o tamamilə silinmiş bir hissədir. Və bundan sonra isə artıq orientasiyanın itməsi, hətta evin içində, yəni öz otağını itirməsi, qonaq otağı haradır, yataq otağı haradır, bunları belə itirməyə başlayır və yaxınlarının adlarını itirməyə başlayır və zamanla artıq bütün funksiyalarını itirmiş olur. Əlbəttə, dediyim mərhələlərdə artıq ev insanları bunu hiss eləməyə başlayırlar və nevroloqa gətirəndə biz müəyyən bir testlərlə erkən mərhələdə bu problemləri aşkar eləyə bilərik. Məsələn, müəyyən mini-mental testlər var, bax, MOCA testi var, bu testlər vasitəsilə sadə saat testi, kopyalama testi, bu şəkli təqib, bu 3 sözü yadında saxla, bunların adını denən. Məsələn, bax, burada ekranda saat testi var idi, çox sadə bir testi. Pasiyentə deyirik ki, bizə saat çək və göstər ki, orada 3 tamamdır. Məsələn, kiçik əqrəb nəyin üstündə? Əslində, bəli, kiçik əqrəb nəyin üstündə? Əlbəttə, burada mütləq sorğuluyuruq ki, insanın təhsili olubmu, əvvəllər, bunu bilirdimi? Bunlar hamısı şərtdir. Görürsünüz, bax, mərhələlərlə getdikcə insan necə sadə bir saat çəkmə qabiliyyətini itirə bilir. Əqrəbləri itirə bilir, rəqəmlərin yerini qoymayır, hətta rəqəmlərin özünü belə itirə bilər ki, unudur beynindən tamamən çıxır ki, 12 necə yazılır, 6 necə yazılır. Bax, bunlar mərhələlərlə baş verir. Dediyim kimi, ən qorxduğumuz və ən narahat olduğumuz Alzheimer xəstəliyidir. Çünki bildiyimiz kimi, bu xəstəlik başladısa, bu dayanmayacaq. Bu xəstəlik insanı yatağa salana kimi davam eləyir. Xəstəlikin əlamətləri baş verəndə, xəstəlik artıq 10 ildir ki, başlayıb. İnsan bunu hiss eləməyib, evdəkilər də hiss eləməyib. Nəyə görə? Bilirik ki, Alzheimerdə beyin damarlarına, beyin hüceyrələrinin içinə və kənarına xüsusi bir proteinlər var. Tau proteinlər, beta-amiloid deyirlər. Bunlar nəyə görə yığılır? Nəyə görə beyni qurudur? Bunu hələ ki, alimlər təyin eləyə bilməyiblər. Elm bilmir. Amma nə baş verir, onu başa düşürük ki, beyində belə bir maddələr, zəhərli, zərərli maddələr yığılır. Onlar beyin hüceyrələri arasında əlaqəni kəsir. Hüceyrə bir-biri ilə kontaktda, belə deyək də, əl-ələ tuta bilmədisə, hüceyrə digər hüceyrələrdən aralanır və tədricən o sorulur, yoxa çıxır. Və bu cür nəticədə böyük həcmli beyin
hüceyrələr bir-birindən aralandığına görə, bir-biri ilə sinaptik kontaktlar olmadığına görə ərimə, soğurulma gedir, beyin həcmi getdikcə çox həqiqətən də quruma gedir. Yəni qurumanı belə ifadə eləyirlər də, həcm kiçilir, beynin həcmi balacalaşmağa başlayır. Lakin Alzheimer xəstəliyindən başqa xəstəliklər də var ki, demensiya gedə bilər. Məsələn, çox sadə bir şey, insanda çox ağır hipotireoz ola bilər. Qalxana bənzər vəzin funksiyasının adicə işləməməsi insanda getdikcə koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilər. Məsələn, müəyyən B qrup vitaminlərinin çatışmaması belə yaddaşın itməsinə səbəb ola bilər. Çox ağır anemiyalar özü buna səbəb ola bilər. Məsələn, Parkinsonizm xəstəliyi getdikcə demensiya səbəb ola bilər. Ona görə bunları dəqiq bilmək lazımdır və pasiyentin diaqnozunu qoyduqda biz artıq qabağımızda bir plan, bir yol olur ki, bununla necə irəliləyəcəyik. Qabaqlayıcı tədbirlər varmı? Əlbəttə. Yəni bu kök hüceyrələrin məsələsi var idi ki, yəni terapiyası. Bəli. Ümumiyyətlə qabaqlayıcı tədbirlər nədən ibarətdir? Birincisi diaqnostikadan başlayır hər şey. Bilək ki, bu Alzheimer'dir, Parkinsondur, hipotireozdur. Nəyə bağlı demensiya gedir və yaxud da ki, insult keçirdib xəstə. Təkrar beyində çox saylı ləkələr var, lakunlar, insultlar var. Bunlar beynin qidalanmasını pozur və xəstədə demensiya inkişaf edir. Səbəbi tapdıqdan sonra səbəbə uyğun müalicə aparılır. Çünki Alzheimer'in müalicəsi tam fərqlidir. Parkinsonizm tam fərqlidir. İnsult xəstəsinə yanaşmamız tamamilə ayrıdır. Bunu dəqiqləşdiririk. Amma o hallarda ki, artıq xəstə müəyyən bir beyin funksiyalarını itirib, burada bizim işimiz nədən imarət olur? Müasir təbabət, beynin belə deyək də, yeni hüceyrələrin yaranmasına dəstək vermək üçün kök hüceyrə terapiyası da tətbiq olunur. Artıq müasir innovativ təbabətdə biz Azərbaycanda artıq bir neçə ildir ki, bu terapiyaları tətbiq edirik və belə pasiyentlərə çox kömək eləmiş oluruq. Alzheimer xəstəliyində xəstəliyi sanki biraz saxlamış oluruq, tormozlamış oluruq və çox sürətlə irəliləməyinin qabağını almış oluruq. Əlbəttə, tamamilə xəstəliyi sağaltmaq, dayandırmaq mümkün deyil, amma Parkinsonda, insultdan sonraki beyin koqnitiv funksiyalar zədələnmələrində bu müasir, innovativ texnologiyalar, müalicələr çox gözəl təsir edir. Bəzən cavan insanlar bizə eyni şikayətlə gəlirlər. Əlbəttə, məsələn, 40 yaşında insan Alzheimer əlaməti ola bilməz. Nə mənada? Yəni ki, əgər onun yaddaşı, bəli, o 40 yaşda göstərməyəcək özünü. Bəs 40 yaşında, 50 yaşında yaddaş itirsə, bunun səbəbi nədir? Bir çox hallarda düzgün qidalanmama, stres, xroniki stres və depressiya. Depressiyalı insanlar bizə nə deyir? Doktor, beynim dumandır. Mən heç nə fikirləşə bilmirəm. Mənim yaddaşım gedir. O düşünür ki, yaddaşı gedir. Amma əslində konsentrasiyası itib və düşünmə qabiliyyəti kütləşib. Aşağı düşürsünüz və bunun da səbəbi əslində kökü depressiyadır. Məsələn, təşviş pozuntusu olan insanlar da eyni şikayət edirlər. Doktor, sanki yaddaşım itib, mən elə bir ki, planlaya bilmirəm, iş planlaya bilmirəm. Nəyə görə ki, o qədər xroniki stres və xroniki gərginlik var ki, insanda. Bu patoloji, yəni bu beyinlə bağlı bir səbəbdir, bir psixoloji problemlərdir. Amma əlbəttə bunu da düzgün təyin eləməliyik. Amma Röyana xanım, profilaktiki olaraq biz elə nisbətən yaşca, belə deyək, indi 30-35 plus, 40 plus insanlar ildə neçə dəfə ümumiyyətlə nevroloq müayinəsinə gəlməlidir? İndi baxırsan, cəmiyyətdə nə qədər aqressiya var, insanlar əsəbi, birimizin sözü o birimizin boğazımızda. Birincisi, biz check-up eləmirik. Yəni, bizim insanlar meyilli deyirlər check-up'a. Halbuki bir check-up'la sən bilə bilərsən ki, bəlkə səndə qalxana bənzər vəzin funksiyası yaxşı deyil. Sən enerjisiz hiss edirsən, çünki sənin yodun çatışmır bədənində. Ya sənin anemiyan var, dəmirin düşüb çox aşağı, ona görə özü zəif hiss edirsən. Enerjisiz hiss edirsən, depressiya meyillisən. Bu sadə check-uplarla biz bu deməli problemlərin kökünü təyin eləyə bilərik və vaxtında da müdaxilə eləyə bilərik. Odur ki, check-uplar çox vacibdir və xüsusilə evdə ailə üzvlərində yaşlı adamlarda təzyiqə nəzarət, şəkərə nəzarət, vaxtında müalicəyə yapılması gözləyirlər, yəni müxtəlif beyin funksiyaları itməyə yaxınlaşanda artıq müraciət edirlər. Bu ilkin əlamətlərini bunu artıq siz evdə hiss edirdiniz axı ki, suallar verir təkrar, sanki bacardığı işləri unudur. Bir də söz kasadlaşır. Əvvəl belə daha geniş danışan insan bir neçə sözlə fikrini ifadə eləməyə başlayır və bunlar hamısı artıq əlamətlərdir və vaxtında müraciət vacibdir. Bəli, Kəpəz Hospitalı dostlar, nevrologiya şöbəsinin rəhbəri Röyana Quluzadə studiyamızda idi. Müraciət eləyin, doğrudan da vaxtında qarşısı alınsa bir çox xəstəliklərin nə insan özünə əziyyət verəcək, nə də ailə üzvləri əziyyət çəkəcək. Bizdən bugünlük bu qədər. Uşaqları qorun, valideynləri unutmayın. Əziz məzunlar, yolunuz və zehniniz açıq olsun. Hələlik dostlar, zehninizi, beyninizi qoruyun. Çünki onun fəsadları dildə sonra özünü göstərir.